Yenə işıqlar söndü. Eybi yox, yağış yağanda həmişə belə olur. Birazdan yandırarlar. Hə, anası, bugün iclasa getmişdin axı. Müəllim qızımızdan nə dedi? Onu çox təriflədi. Dedi ki, dərslərini çox yaxşı oxuyur. Afərin mənim qızıma. Yaxşı yadıma düşdü. Müəllim tapşırdı ki, ona təzə iş dəftəri alaq. Bugün işlərim yaxşı getdi. Bir televizor, bir də soyuducu gətirdilər. 50 manat pul qazandım. Al bu 30 manatı. Həm iş dəftəri alarsan, həm də evə biraz ərzaq alarsan. Allah bərəkət versin. Bu 10 manat Mövlud üçün. Bu 10 manat da mənim yol pulum. Sabah uşaqların yanına gedirsən? Hə, sabah Mövluddur. İnşallah gedəcəm. Görəsən nə qədər pul yığılıb? Qızım, get bir dənə pul qabını gətir də. Yaxşı, ata. Nə alacağını fikirləşmisən? İstəyirəm biraz oyuncaq alım, biraz da paltar. Keçən ildə çox oyuncaq almışdıq. Qabaqdan qış gəlir. Onlar üçün ayaqqabı və qalın paltar alaq. Hə, düz deyirsən. Çox sağ ol, atanın ağıllı qızı. Ya Allah. 5, 10, 20, 25, 35, 45, 60, 70, 80, 90. Hə, burada 320 manat pul var. Allaha şükür ki, az çıxmadı. Qorxurdum ki, heç 200-ü də keçməz. Əgər düzgün xərcləsək, bu pulla onlara çox şey ala bilərik. İnşallah. Nərgiz, qızım, mənəmi Sənubər xala. Gəlirəm, Sənubər xala. Ata, balaca uşaqlara hədiyyə alırsan? Hə qızım, ata sənin kimi balaca uşaqlara hədiyyə alır. Ana dedi ki, o uşaqların ata-anası yoxdur. Bilirsən qızım? Salih. Hə. Səhərə qədər bir damcı da yatmadın. Axı niyə bu qədər narahat olursan? Sən düz iş gördün. Əgər o pulu Sənubər xalaya verməsəydin, ev sahibi onu yağışın içində çölə atacaqdı. Yazıq arvadın heç kimi də yoxdur. Mən əminəm ki, İmamzaman da bu işindən razı qalıb. Nərgiz, onları bilirəm. Mən Sənubər xalanın kirayə pulunu verdiyimizə görə narahat deyiləm. Bəs niyə görə narahatsan? Axı uşaqlar yolumuzu gözləyəcək. ...1990-cı illər idi. Biz kənddə qalırdıq. O vaxtlar mənim 9, qardaşım Tahirin isə 14 yaşı olardı. Atam meşədən odun gətirib satar, anam da heyvanların süd və yumurtasını Bakıya satmağa göndərirdi. Beləcə dolanırdıq. O vaxtlar Qarabağ müharibəsi gedirdi. Kəndin kişiləri bir-bir cəbhəyə gedirdi. Günlərin bir günü atam da getdi. Onun dalıyca çox ağladıq. Ən çox da anam. Atam müharibəyə gedəndən sonra anamın üzünü heç gülən görmədik. Biz qardaşımla meşədən odun gətirir və bəzi işlərdə də anamıza kömək eləyirdik. O vaxtlar müharibəyə görə qıtlıq yaranmışdı. İnsanlar un, yağ, şəkər tapmağa çətinlik çəkirdi. Anam hər dəfə un və şəkər alanda kisənin 1/10 hissəsini kənara qoyardı. Biz də elə bilərdik ki, o bunları ehtiyat üçün saxlayır. Bir gün səhər tezdən
anam, qardaşım və məni yuxudan oyatdı. Salih, Tahir. Uşaqlar oyanın. Gəlin anaya kömək eləyin. Qardaşımla mən çox təəccübləndik. Çünki atamız gedəndən onu gülən görməmişdik. Bu vaxt anamız hər dəfə kisədən ayırdığı un və şəkəri gətirib yerdəki süfrəyə qoydu. Qardaşıma dedim: Görəsən ana niyə belə sevinir? Bilmirəm. Bəlkə ata gəlir. Sən nə danışırsan? Hələ müharibə davam eləyir. Bir də ki ata gəlsəydi, ana bizə mütləq deyərdi. Hə, düz deyirsən. Onda gəl özündən soruşaq. Yox, heç nə deməyək. Birdən yenə darıxar. Yaxşı. Sonra bizə baxıb təbəssümlə dedi: Tahir, oğlum, sən get təndir üçün biraz odun doğra. Baş üstə ana. Salih, sən də get kağız qələm gətir gəl. Yaxşı anacan. Tahir həyətdə odun doğrayır, mən də anamın tapşırdığı kimi kağızdan balaca açıqçalar düzəldib içinə onun dediklərini yazırdım. Anam isə un əliyib xəmir yoğurmağa başladı. O, Lənkərandan gəlin gəlmişdi. Onların mətbəxində Zeyran adlı şirin çörək var idi. Bu çörək un, şəkər, yağ və süddən hazırlanırdı. O gün anam təndirdə o çörəkdən çoxlu-çoxlu bişirdi. Sonra onları kağızdan düzəltdiyib balaca paketlərə qoydu. Və hər paketin içinə də mənim yazdığım açıqçadan atdı. Şirin çörəkləri böyük bir səbətə qoyduq. Bizi çimizdirib təzə paltarlarımızı geyindirdi. Anam bizə baxıb dedi: Uşaqlar, sizcə mən niyə bu qədər şirin çörək bişirirəm? Fikirləşdik ki, bunu sən özün deyərsən. Mənim əziz balalarım, bugün Peyğəmbərimizin əziz balası İmam Mehdi əleyhissalamın mübarək doğum günüdür. O, Allahın sonuncu höccətidir. O gələndən sonra yer üzündə bir dənə də olsun fəqir qalmayacaq. İnsanlar daha müharibə eləməyəcək. Hər yerdə sülh olacaq. Heç bir insana zülm olunmayacaq. Hər kəs xoşbəxt olacaq. Mən çox istəyərdim ki, sizlər onun dostları və köməkçilərindən olasınız. Anamız bizi bağrına basıb öpdü. Sonra qardaşım səbətin bir tərəfindən, mən də digər tərəfindən tutub yola düşdük. O gün qardaşım və mən qapı-qapı gedib bütün kəndə çörəkləri payladıq. Kənd əhalisi heyrətdə qalmışdı. Hər kəs bir-birindən soruşurdu: "Axı nəyə görə bu qıtlıq zamanında kasıb bir kəndli cəmaata çörək paylayır?" Anam o çətin günlərdə belə İmamzamanı sevindirmək üçün əlindən gələni eləyirdi. Onun bu işinə görə mən də hər il mövludda ata-anasız uşaqlara baş çəkib onları sevindirməyə çalışıram. Bilirəm ki, onlar sevinəndə İmamzaman da sevinir. Salamun aleyküm, yorulmayasız. Ay aleyküm salam. Çox sağ ol qardaş. Sənətkar, vaxtın varsa bir dənə buna baxa bilərsən? Buyur qardaş, buyur. Bax, bu mənim çaydanımdır. Bir neçə gündür ki işləmir. Ha. İçini açıb baxaq görək nə olub. Niyə işləmir? Əslində mən buradan çox uzaqda qalıram. Bura gətir deməsəydilər gəlməzdim. Ha? Kim dedi ki? Ustadım, sənə salam da göndərdi. Mənə tapşırdı ki, bura gətirim. Dedi ki, Salih çox yaxşı sənətkardır, onun yanına apar. Allah ustadından razı olsun. Amma biz elə də güclü sənətkar deyilik. Bacardığımız eləyirik. O hər kəsi yersiz tərifləyən adamlardan deyil ha. Məncə qədrini bil. Burada elə bir şey yoxdur. Sadəcə kabellərdən biri yerindən qopub. Onu da indi düzəldərəm. Lap yaxşı. Bax, işləyir.
Allah səndən razı olsun sənətkar. Cümləmizdən. Dedin uzaqdan gəlirsən, dayan bir stəkan sənə çay verim. Zəhmət çəkməyə ehtiyac yoxdur. Əşi, nə zəhmət, bir stəkan çaydı da, nə olacaq ki? Ustadın yəqin bir dəfə bura gəlib. Əgər çox get-gəl eləsəydi, xatırlayardım. Amma o öz dostlarını heç vaxt unutmur. Bərəkallah, yəqin məni yaxşı tanıyır. Dedin adı nədir? Qardaş, hara getdin? اللهم صل على محمد Amma o öz dostlarını heç vaxt unutmur. اللهم كن لوليك حجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه